Ekologiya izləyiciləri, xoş gördük sizləri. Bugün də sizinlə birlikdə mən İntizar Əmirovadır. Biz əslində ekologiyanı qorumaq məqsədi ilə bu kanalı açmışıq və istəyirik ki, siz də abunə olasınız və bizim kanala dəstək olasınız. Və biz də çalışdığımız qədər sizin könlünüzü oxşamağa çalışacağıq və ekologiyanı qorumağa çalışacağıq. Əziz izləyicilərimiz, bu niyyətlə biz meşələrimizi gəzirik və harda nə nöqsan varsa çəkib işıqlandırmağa hazırıq. Bəli, biz havamızı qorumaq bizim üstümüzə düşür və bizim meşəbəylərimizin üstünə düşür, hansı ki, bu təbiəti qorumalıyıq və çalışdığımız qədər qırıntıların olmaması üçün səylə çalışmalıyıq və bizimlə yanaşı həm də bizim meşəbəylərimiz var ki, onlar da öz işlərinin öhdəsindən çalışırlar ki, layiqincə gəlsinlər. Və mən istəyirəm ki, arxa fondan görürsünüz, burada Vüqar bəyi mən görürəm. O da çalışır ki, öz işinin öhdəsindən gəlsin və mən istəyirəm ona yaxınlaşım. Vüqar bəy, salam, hər vaxtınız xeyir olsun. Hoş gəlmisiniz. Zəhmət olmasa bir özünüzü təqdim eləyin, hansı əraziyə nəzarət edirsiniz? Mən Qəbələ Regional Meşə Təsərrüfatının 15 saylı Oğuz Meşəbəyliyinin 04 saylı meşə dolayında gözətçi işləyirəm. 2018-ci ildən bəridir, hardasa bir 7 il işləyirəm. Uzun müddətdir, 7 il az müddət deyil. Buna görə mən sizə təşəkkürümü bildirirəm ki, siz çalışdığınız qədər təbiəti qoruyursunuz. Bu təbii ki, sizin içinizdən gəlir, bu iş sevdanızdır sizin deyək. Və buna görə də mən sizi alqışlayıram və buna görə də sizə təşəkkürümüzü bildiririk bütün izləyicilərimiz adından. Çünki meşəmizi qorumalıyıq təbii ki. Bizim havamız elə bu meşələrdən gəlir. Bilirsiniz ki, COP29 zamanı bizdə hava çatışmamazlığı ilə bağlı və gücləndirilmiş iş rejimində hər birimiz fəaliyyət göstərmək məcburiyyətindəyik indi. Çünki bu da sizdir, bizdir, paralel şəkildə fəaliyyət göstərmək bizim öhdəmizə düşür. Və mən bilirəm ki, siz də çalışdığınız qədər maksimum dərəcədə bu əraziləri qoruyursunuz və mən sizə nə qədər təşəkkür etsəm azdır. Ümumiyyətcə, bu təbiəti qorumaq sizin içinizdənmi gəlir, yoxsa bir məsuliyyət kimi iş vəzifənizdir deyə yerinə yetirirsiniz? Vallahi belə deyərdim ki, həqiqətən də mən məsuliyyətli işçiyəm. Öz vəzifəmi, necə deyirlər, peşəkarlıqla sevirəm və sevmişəm və sevirəm. Meşələri qorumaq bizim borcumuzdur. Necə deyirlər, nə qədər imkanımız varsa, inanarda qoruyacaq meşələrimizi, təbiətimizi.